əgər əqidəmizə atılan iddialara cavab verirsə belə bir sual mən yerdən düşər. Son vaxtda belə iddia olunur ki, düzdür, daha vaxtda çoxlaşır, yəni daha çox insan bu iddianı edir. Biz indi Qədr gecəsində inşallah özümüzə gəlirik, sağ-salamat. Belə bir müstəqil ibadət edirik, yəni edilməsi yaxşı olan bir ibadət edirik. Qur'an-ı Kərimi başımızın üzərinə qoyub, Allahı övliyalarına an verib, dua edirik. Bəli. Qur'anı indi başımızın üzərinə qoymağı deyirlər ki, Peyğəmbər bu işi icra edib, siz niyə icra edirsiniz? Bəli. Yəni, sırf dinimizin banisi Peyğəmbər bu işi icra edeməyib deyənə. Bəli. Bu işi bizə irad tuturlar, Qur'anı başımızın. Bəli. Bəs bu iradə biz necə cavab edirik? Suala görə təşəkkürlər. Deməli, ən çox bizim məzhəbə tutulan iradlardan biri və ortaya atılan şübhələrdən biri də budur. Baxmayaraq ki, çox rahat başa düşmək olur məntiqin. Mən də bir şey sizi qoy əvvəldə deyim. Deməli, bəzi suallar var ki, onlara nəqli cavablar verməklə yanaşı, daha çox məntiq üzərindən rasional cavablar verməyə çalışmalıyıq. Çünki nəqli cavablar öz yerində, mən nəqli cavabları inkar etmirəm. Nəqli, yəni Peyğəmbərdən nəql olunan hədislərə və Quran-ı Kərim ayələrinə əsasən cavablandırma sistemi. O bir metoddur, cavablandırma metodudur. Mən bununla yanaşı bir məntiqi əsaslandırma xəttini də suala cavab verərkən önəmli hesab edirəm. Ona görə də biz ilk növbədə bu suallara əsasən insanları düşündürərək cavab verməliyik. Yəni, sualın içindən sual da yaratmalıyıq ki, adam özü düşünsün, tapsın nə cavabını. Bəzi suallar da var ki, vallah, onlara cavab tapmaq çox rahatdır. Adam özü belə rahatlıqla o sualın cavabını başa düşə bilər. Sən deyən suala gəldikdə isə, gəlin belə danışaq. Deməli, Qədr gecəsinin bizim əqidəmizə görə, Şiə əqidəsinə görə müstəhəb əməllərindən biri Qur'an-ı Kərimin nüsxəsini, yəni müshəfini, səhifələnmiş Samit-i Qur'anı götürüb başımızın üzərində saxlayıb, Allah'a, onun özünə, Peyğəmbərinə və xanım Fatimə Zəhraya və 12 imama and verərək Allahdan bağışlanmaq istəməkdir. Müstəhəb əməldir. Əvvəla, bizim əqidə bu əməli vacib əməl hesab etmir. Bu bir. İkincisi, heç kimə demir ki, sən Qur'anı başına qoymasan, bağışlanmayacaqsan. Belə bir iddia eləmirik ki, xeyr. Və heç kimə də demir ki, məcburdur qoymalısan. Qoyma, qardaş, müstəhəbdir, özün bilərsən, başqa cür dua elə. Nə cür bacarsan, elə. Üçüncüsü, heç kimə də demir ki, bu əməl Qur'an-ı Kərimdə yazılıb. Bəzən deyirlər, Quranda yazılmayıb, siz bunu niyə edirsiniz? Məgər biz deyirik ki, Quranda yazılıb. Yəni, Qurana iftira atmırıq axı biz. Biz heç bu iddianı da eləmirik ki, bu Quranda yazılıb. Biz sadəcə, bəs bu əməli hardan götürmüşük? Əvvəla bu əməlin götürüldüyü ünvan Əhl-i Beytdir. Əhl-i Beytdən biz əxs etmişik bu əməli, özümüzə nümunə olaraq. Bəs bu əməlin mahiyyəti nədən ibarətdir? Nəyə görə bu əməli eləyirik? Gəlin baxaq. İnsanlar bəziləri deyirlər ki, bir şey Qur'anda yoxdursa, Peyğəmbər etməyibsə, onu etmək bidətdir. Biz də deyirik ki, bidət o şeydir ki, onu Peyğəmbərə, Allaha nisbət verib eləmək. Halbuki elə deyil. Yəni, mən deyirəm ki, Peyğəmbərin belə edib, deyə mən də belə eləyirəm. Halbuki Peyğəmbər elə eləməyib. Qur'anda yazılıb bu, deyə mən də eləyirəm. Halbuki Qur'anda yazılmayıb. Və yaxud deyirəm ki, bunu Allah belə istəyir, deyə mən də belə eləyirəm. Bu bidətdir, yanlış eləsəm. Bir də var ki, mən deyirəm ki, mən Qur'an-ı Kərimə olan hörmətimi, sayğımı, ki bu gecə Qur'an nazil olub Qədr gecəsində, ona Qur'an-ı Kərimə olan ehtiramımı bu şəkildə nümayiş elətdirirəm. Sual, sənə nə dəxli? Sənə nə var? Mən Qur'ana olan ehtiramımı onu başımın üzərinə qoymaqla, başımın üzərinə Qur'an-ı Kərimi qoymaq, Qur'an-ı Kərimə hörmətsizlikdirmi? Xeyr. Heç kim zahirən, ürfün nəzərindən bunu hörmətsizlik hesab eləyə bilməz. Tam əksinə, insan nəyi qaldırıb başına, alnına qoyursa, bizim millət o şeyin qiymətli olduğunu bilir. Çörəyi öpürük, qoyuruq alnımızın üstünə, yerə düşsə birdən məsələn.
Və yaxud böyük bir ağbirçəyin ağsaqqalını əlini öpüb qoyur alnımızın üstünə. Quran-ı Kərimi öpüb qoyur alnımızın üstünə. Alnın üzərinə qoymaq bir şeyə ehtiram əlamətidir, onu hörmətsizlik deyil. Yəni biz Quran-ı Kərimi alnımızın üzərinə qoymaqla zahirən ona olan hörmətimizi bu gecə nümayiş elətdiririk. Və bunu biz özümüz istəyirik. Bunun kimə nə dəxli? Belə bir sual verə bilər. Kimi niyə narahat eləməlidir ki bu? Niyə videolar yaratmalıdırlar, oturub danışmalıdırlar ki, şiyələr yığılıblar, yanlış işlər görürlər və s. və l. Qardaş, bizim bu yanlış əməlimizin içində, dediyim kimi də biz nə vaxt bu iddianı nisbət verdik, dedik ki, Allah bizə belə əmr eləyib. Biz dedik ki, qardaş, biz bunu Allaha yaxınlaşmaq niyyəti ilə, yəni Allaha yaxın olmaq niyyəti ilə yerinə yetiririk, qürbət qəsdi deyirlər buna. Qürbət qəsdi ilə yerinə yetiririk və bu yolla Qurana olan ehtiramımızı bildiririk. Məsələn, amma indi gələk nəqli dəlillərin də üzərinə. Əhl-i Sünnənin böyük alimlərindən hesab olunan İbn Kəsir özünün Əl-Bidayə və Nihayə əsərində 7-ci cilddə səhifə 610-da qeyd edir ki, Əbu Salih Hənəfi nəql eləyir. Mən bir gün Həzrəti Əlinin Quran müshəfini, müshəf yəni səhifələrini, Quran müshəfini qaldırıb başına qoyaraq dua elədiyini gördüm. Həmçinin məşhur şiə alimi Seyyid ibn Tavus özünün İqbalul Ə'mal əsərində 1-ci cilddə səhifə 187-də qeyd eləyir ki, Həzrət İmam Sadiq əleyhissalam buyurur. Hacətin olanda, təkcə Qədir gecəsi yox ha, ümumi. Hacətin olanda Qur'an-ı Kərimi götürüb başının üzərinə qoy və belə dua elə. Yəni öz hacəti Allahdan istə. Deməli, buradan biz görürük ki, Qur'anı baş üzərinə qoymaq həm İmam Əlinin elədiyi bir işdir, Əhl-i Sünnə alimi özü yazıb, həm də şiə aləmində İmam Sadiq əleyhissalamın da bizə nə idi? Tövsiyyəsidir. Mövzunun mən bu hissəsində İslamın tərkibində olan bəzi ibadət rituallarına toxunuram. İndi gəlirlər bizə irad bildirirlər. Deyirlər ki, Qur'an başa qoymaq üçün deyil, oxuyub əməl etmək üçündür. Sual veririk. Biz Qur'anı başa qoyan zaman məgər yazırıqmı başımıza ki, və yaxud elan veririkmi, belə deyək, şuar səsləndiririk ki, ya ay cəmaat, Qur'anı ancaq başa qoyun, əməl eləməyin. Biz belə deyirik. Qəti surətdə. Yəni, Qur'anı başımızın üzərinə qoymaqla ona əməl etmək nəyi ziddiyyət təşkil eləyir? Harası ziddiyyətlidir bunun? Niyə bunu bir-birinə ziddiyyətli kimi göstərməyə çalışırıq? Sonra, məsələn, bax, Quran-ı Kərimdə və dinimizdə bizə vacib olan ibadətlər var. O vaciblərdən ən birincisi nədir? Namaz. Sonra nədir? Həc, oruc və s. və l. Baxın, biz gedirik həc ziyarətində ehram bağlayırıq. Məsələn, biz gedirik şeytana daş atırıq həc ziyarətində, Minada qurban kəsirik, Kəbə evini təvaf edirik, Səfa və Mərva dağları arasında səy edirik. Biz bütün bu fiziki rituallardır da bunlar. Fiziki olaraq ritual. İndi biri çıxsın desin ki, əşi, 4000 il əvvəl Həzrəti Hacər anamız qaçıb iki dağın arasında sizə nə gəlib? Halbuki Allah özü Quran-ı Kərimdə buyurur ki, Səfa və Mərva Allahın nişanələridir, ayətullahdır. Ayətullah, Allahın ayəsidir, Səfa və Mərva. İndi siz təsəvvür edin ki, bir ana qaçıb orada zahirən, Allah o iki dağı eləyib öz nişanəsi. Deməli, dinimiz bizə öyrədir ki, bir ananın ehtiram olaraq öz balasına susuz səhrada su axtarması, fədakarlıq etməsi və Allaha üsyan etməməsi, naşükürlük etməməsi, Allaha təvəkkül etməsinə görə o ananın gördüyü işi Allah bizə bugün də vacib həccin içində əmr eləyir. Ümrənin içində əmr eləyir. Ki, bugün də sən zəhmət çək, o fədakar ananın getdiyi yerə get, qayıt. O ananın izi ilə getməlisən. Qaç qalırsan. Bəzi yerlər var ki, orada yaşıl ışıqlar yanır ki, orada surətlə getməlisən, bəzi yerlərdə asılaşdırmalısan. Çünki o ana orada elə gedib. Necə gedib, sən də elə getməlisən. İndi baxın. Allah bizə bəzən onun şəriyyətinə, möhtərəm insanlarına hörməti zahiri olaraq da göstərməyimizi əmr eləyir. Sən Hacər anamıza o ərazidə qaçmaqla hörmətini izhar eləməlisən. Və yaxud məqam-ı İbrahimdə gedib namaz qıl. İxtiyarın yoxdur məqam-ı İbrahim. Quran-ı Kərim əmr eləyir. Birbaşa Quran. Namazı deyir məqam-ı İbrahimdə qılın.
Allah hamıya qismət etsin, Kəbənin kənarındadır. Həzrət İbrahimin ayağını qoyduğu yeri Allah bizə möhtərəm eləyir. Ona hörmət eləyin, ona ehtiram eləyin. Çünki bir peyğəmbərin ayağının izidir, məqamıdır. O orada dayanıb, orada durub o. İndi baxın. Allah bizim dinimiz bizə həmişə dəyərli insanlara, dəyərli bir şeyə hörmət göstərməyi, zahirən hörmət göstərməyi nə edir? Tövsiyə eləyir. İndi biz ən dəyərli olan bir Quran-ı Kərimi dəyərli olduğu üçün qaldırıb başımıza qoymaqla və bunun nəticəsində dua etməklə harada nöqsana yol veririk? Bunun harası nöqsandır və nəyi nöqsandır? Niyə görə bu nöqsan kimi, bidət kimi, səhv bir iş kimi göstərilməyə ciddi cəhdlə cəhd edilir? Və güya şiyələr Quran oxumur, ancaq başlarının üstünə qoyurmuş kimi göstərilir. Halbuki şiə alimlərinin içindən kifayət qədər Quran hafizləri var, Quran mütəxəssisləri var. Bizim özümüzün belə nə qədər gözəl Quran qarilərimiz var. Qurana diqqət eləyən bir toplumuq, Qurana diqqət eləyən bir məzhəbdir. Quran üzərində öz əqidəmizi qururuq. Quran-ı Kərimə əsaslanırıq çox şeylərimizdə, demək olar elə hər şeyimizdə. Ona görə də yavaş-yavaş gələk sualın məsələsinə. Quran-ı Kərimi başın üzərinə qoymaq, Quran-ı Kərimi oxumamaq anlamına gəlməli deyil və belə bir anlayış yaratmalı deyil və Quran-ı Kərimi baş üzərinə qoymaq həm də Quran-ı Kərim qarşısında bir təvazökarlıq əlamətidir. Çoxu bunu bacarmır, vallah bacarmır. Quranı qaldırıb başına qoymağı belə özünə sığışdırmır, gəlir irad tutur sənə. Mənə ki, Quranı başının üstünə qoya bilməzsən. Sən qoya bilmirsən onun müssəfini. O qədər təkəbbürün var içində ki, ancaq oxumaq lazımdır. Biz təvazökarcasına Quranı başımıza qoymağımız üzrə nə edirsən? İrad bildirirsən. Cəsarəti çatmır bunu eləməyə. Baxın, indi məsələnin digər tərəfinə baxaq. Tutaq ki, sizin Quran-ı Kərimə ehtiram etməyimiz, bizim Quran-ı Kərimə ehtiram etməyimiz, bu yolla ehtiram etməyimiz, bu nəyə bənzəyir bilirsiniz? Biri deyir ki, ata mən səni çox istəyirəm. Lap yaxşı. Mən atamı çox istəyirəm, mən anamı çox istəyirəm, mən valideynimi çox istəyirəm. Valideyn deyir ki, dur bir dənə mənə çay süz də. Bir dənə sən get dükkana mənə çox falan. Yox, rədd ol oyan, əstağfurullah, düzü də mənə bağışlayın. Getmirəm, amma mən səni çox istəyirəm, ölürəm dərdindən. Abala, dur bir dənə, məsələn, qapını ört, soğuq gəlir. Yox, örtənmərəm, amma səni çox istəyirəm. Bir sevgi ki, zahirdən hiss olunmur, zahirdən görsənmirsə, o sevginin harasının sevgi hesab etmək olmaz. Yəni, bizim Qurana olan sevgimiz zahirən bəzi hallarda, məsələn, Quran-ı Kərimi heç vaxt evlərimizdə, dönə-dönə üzrəm, qurşaqdan aşağı yerə qoymarıq. Yəni, evdə dayananda, qurşaqdan aşağı məqamlarda Quranı qoyub saxlamarıq. Bu nəyin əlamətidir? Qurana zahiri hörmətimizin əlamətidir. Çünki bu Allahın kitabıdır. Yəni, biz Quran-ı Kərimə Qədr gecəsində hörmət eləyiriksə, onu baş üzərimizə qoyuruqsa, bu dinimizin məntiqi ilə də milli mental hörmət bizim Azərbaycanlı olaraq da hörmət anlayışımızla da qətiyyən ziddiyyət təşkil eləmir. Və burada da bir problem yoxdur. Və bir dəstə insanın Quran-ı Kərimə, yəni bizim zahirən belə hörmət bəsləməyimiz kimi və niyə narahat eləməlidir? Bu sualı da biz onlara verək ki, sizi niyə narahat eləməlidir? Niyə görə bizim bu sevgi ilə dolu olan dinimizi quru, soyuq, belə deyək, mərhəmətsiz, o olmaz, bu olmaz, onu eləməyin, bu bidətdir, amandır Qurana hörmət eləməyin, amandır, məsələn, filan şey hörmət eləməyin. Mən həcdə olanda Mədinə şəhərində gördüm, bir əhl-i-sünnə qardaşımız idi, bizi ilə getmişdi, Şafii məzhəbinə mənsubdur, Astaradan idi. Peyğəmbər sallallahu hərəminin qapısını öpdü. İçəri girəndə də dedi ki, Əssalamu aleyki ya Rasulallah. Amandır siz görəydiniz, bunu orada xidmətçi Vahabi nə günə saldı. Düşüb üstünə, özü də alimdir, biraz yaşlı adam idi, tənqid edib, bu da ərəb dilini qəşəng bilir, ərəb dili müəllimi idi bu adam, dediyim adam. Öldürür onu da, xəbəri yoxdur ki, bu ərəb dilini bilir, bu da başladı ona cavab verməyə. Onda biraz şoka düşdü ki, bu qarşımdakı da uşaq deyil, bildiyi bir şey var. Təsəvvürlə adam Peyğəmbərin qəbrinə hörmət əlamət olaraq, təvazökarcasına ehtiram eləyib qapını öpür ki, orada Peyğəmbərim yatır, orada mənim Rəsulallahım yatır. Ora Allahın müqəddəs məkanıdır, mübarək məkanıdır və Peyğəmbərinə salam verir, adam dəli olur. Yəni, adamlar məhəbbət düşmənidirlər. İnsanların Qurana, Peyğəmbərə, Əhl-i Beyti olan məhəbbətin görəndə alovlanırlar.
Bu verdiyin sual da Qur'an-ı Kərimi başımızın üzərinə qoymağımız da Qur'ana olan məhəbbətimizdən dolayı olduğunu görəndə o tutub yanırlar ki, Qur'an zahirən bu sözün altında bilsən nə yatır? Yəni Qur'anı niyə sevirsiniz ki? Belə bir təsəvvür söz yatır bunun içində ki, Qur'anı niyə sevirsiniz? Və indi burada bir məsələ var. Ola bilər ki, bir adamda zahirən Qur'an-ı Kərimə hörmət etməklə gizlənsin də. Biz bunu danmırıq. Bəli. Adam ola bilər üstündə bu boyda Qur'an asa, hər alverində, hər ticarətində əlin qoya ona and içə, qoya gözünün üstünə. Bəli. Bir dəyər sui-istifadə olunursa, o demək deyil ki, o dəyəri hamı sui-istifadə eləyir. Bir adam yalandan and içirsə, bu o demək ki, hamı yalandan and içir. Və yaxud biri Qurandan sui-istifadə eləyib öz mənfəətinə xatir Qurana tez-tez and içirsə, onu tez-tez başının üstünə, gözünün üstünə qoyursa, bu o deməkdir ki, bu yalançılar bunu eləyirsə biz də ona gəlsə qardaş, yalandan namaz da qılan var, qılmayaq onda namaz. Yalandan həcə gedən də var, getməyək onda o ziyarətə. Yalandan üzr istəyirəm, nə də söz eləyənlər var, dua eləyənlər var, nə haqqa çıxardanlar var. Yəni onda kimsə yalandan nəyisə eləyirsə, biz ondan imtina eləməliyik. Bəzən bunu dilər, gəlirlər, il boyudur əlinə Quran götürməyib, gəlirdir Qədr gecəsində Quranı qoyur başına. Sən sevin də elə. Niyə məsələyə bu tərəfdən baxıb deyirsən ki, il boyu Quran götürməyib, indi gəlib Quran yadına düşüb. Gəl məsələyə bu tərəfdən baxaq, sevinək ki, gör Qədr gecəsi nə qədər gözəl gecədir ki, il boyu əlinə Quran götürməyəndə, gəldi bu gecədə Quranı götürdü, öpdü, qoydu alnının üstünə. Gələ bunu sevinək, deyək ki, inşallah bu gecənin hörmətinə Allah kərimdir, bəlkə elə bundan sonra Quran əlindən düşməz. Allah kərimdir, bugün başına qoyub, sabah açıb içini oxuyar. Yəni, niyə müsbət tərəfdən məsələyə baxmırıq, ancaq mənfi tərəfdən baxıb nəticə çıxardırıq ki, Quran-ı Kərimi başa qoymaq olmaz və s. və ilaxır. Ona görə də aydın məsələdir acı. Çox zaman bəzi iradların əsas önəmli, təməli, amili, ona səbəb olan, əsas səbəb insanın xislətində olan problemdir. Zatında olan problemdir. İnsan nə qədər zatən, xislət etibarilə, xarakter etibarilə xarab olanda, ondan xarab da suallar çıxır həmişə ortalığa. Mən yenə edirəm, adam var ki, gəlir sualı verir, öyrənmək istəyir. O sual nə cür olursa olsun, mən o sualı sevirəm. Ki, bu adam sual verir, öyrənmək məqsədi ilə. Bu çox gözəldir. Ola bilər sualı mənə cahil kimi görsənər, avamyana görsənər və yaxud belə məntiqsiz görsənər, amma mən üstünü vurmaram ki, əsas odur ki, adam öyrənmək məqsədi ilə gəlib sualı verir. Amma bəzi sualların da tərkibində öyrənmək yatmır, ələ salmaq yatır. Bəzi suallar etiraz məqsədi ilə verilir, bəzi suallar ələ salmaq məqsədi ilə verilir, bəzi suallar bizim xüsusən əqidəmizi şübhə altına atmaq məqsədi ilə verilir. Bəzi suallar nifaq yaratmaq, fitnə salmaq məqsədi ilə verilir. Ona görə də bir insanın Qur'an-ı Kərimə olan ehtiramını, onu başı üzərinə qoyub, ishar etməklə gördüyümüz zaman bundan narahat olmalı deyilik. Sağlam insan bunu görən zaman daha da sevinməlidir ki, bir toplum Qur'an-ı Kərimə zahirən bu cür ehtiram eləyir. Və dua eləməliyik ki, indi ki götürüb başınıza qoymusunuz, ilahi dua eləyək, bu Qur'ana hörmət eləyən insanlar sabahları da Qur'anı oxuyub əməl eləsinlər. İşlərində əməl eləyəni var, elə eləsin ki, Allah elə hamısı əməl eləsinlər. Gəl dua eləyək, əməlin arxasını gətirək. Biz nə edirik? Bəziləri bizdən elə. Vurub elə əməlin özünü dağıdıb tökürlər. Əməlin özünü baltalayırlar ki, bunu eləməyin, bu olmaz, ancaq Quran oxumalısınız və s. və ilaxır. Biz də deyirik ki, Quranı başımızın üzərinə qoymaq bizim Quran oxumağımıza mane deyil. Sualımın cavabı bura qədər. Allah nəsib eləsə, həftədə ola bilsin 1, 2 və yaxud da qismət olsa bir 3 dəfə. İndi hələ təməl olaraq bu 3 sualdan çıxış edib başladıq, bismillahımızı elədik. Bizim fikrimiz var idi ki, bunları kabinet şəraitində çəkək, bir mən olum, bir də kameraçılar, özüm kameraya danışım. Sonra dedi ki, yox, gəl elə belə diskusiya şəklində quraq, həm insanlar canlı olaraq dinləsinlər bizi. Həm də sual yarananda da elə canlı verəsiniz, biz o suala mövzunun ətrafında. Elə buradan da cavab verək, düşsün çəkilişə, onu sabahda paylaşanda da insanlar da bundan faydalansınlar inşallah. Qismət olsa, həftədə nə qədər məclislərimiz olsa, biz bu məclisləri təkrar eləyəcəyik, Allah nəsib eləsə və sizə də öncədən məlumat verəcəyik. Bunlar haqqında mənə yazılan sualları da mən toplayacağam. Siz də inşallah mənə nə sualınız olsa deyin, yazaq.
əqidəmizlə əlaqəli şübhəli suallar. Onların hamısını tədrici formada, geniş şəkildə izah eləyəcəyik. Bir də deyirəm, mən qısa cavabdan qorxan adamam. Qısa cavab verməkdən. Niyə? Bir alimimizin, bir yazarımızın bir gözəl sözü var. Deyir ki, tutaq ki, paltarın nəcis olub, məsələn, bu nəcis olub. Bu boyda ben nöqtə çəkirəm, bura. Bu yazmır. Bu qara nöqtə boyda bir nəcis düşüb bu ağ parçanın üzərinə. Bu boyda. Mənim də əlimdə bu qədər suyum var. Mən bunu bu ilə nə etməliyəm? Yumalıyam. Götürürəm bu suyu, tökürəm bunun üstünə ki, bu nəcisini yuyum. Nəcisi yumaq əvəzinə daha da bütün hər yerinə bunu nəcisi yayıram. Nə nəticə çıxır? Az suyla nəcis yuyub aparmaq olmaz. Az su nəcisi daha da yayır. İzah da belədir ki, bəzən qısa izahlar, lakanik izahlar mövzunu açmadan daha da uzadır. Daha da aləmi qatırır bir-birinə. Ona görə də bəzi mövzulara geniş izah vermək lazımdır və səbirli olub geniş izahı da dinləmək lazımdır. Çünki qısa izahla kifayətlənəndə bəzən məsələlər tam da əhatə olunmur.